Mən 5 nömrəli tam orta məktəbin 5C sinif şagirdi Paşalı Zəhra. Bu gün sizə çalışqanlığı öyrədən hekayələr kitabı haqqında danışacağam. İlk öncə deyim ki, bu kitab çox maraqlı idi. Mən bu kitabı oxudum. Burada 16 hekayə var idi. Bu hekayələrin hər biri bir-birindən maraqlı idi və onlarda daha da çalışqan olmağı öyrəndim. İndi bu kitablardan, bu nağıllardan biri haqqında sizə məlumat verəcəyəm. Bu kitabda oxuduğum nağıllardan biri də rəsm əsəri idi. Rəsm əsəri mətnində belə bir uşaq var idi. Onun adı Razi idi. O həmişə rəsm çəkərdi. Amma heç kəs onun rəsmini bəyənməzdi. Amma o üzülmədi və hər gün daha da çalışqan olaraq qarşısına məqsəd qoyub həmin şəklin üzərində işləməyə başladı. Beləliklə o gözəl bir yeni rəsm ərsəyə gətirdi. Hər kəs onun rəsmini bəyəndi. Mən bununla demək istəyirəm ki, siz də hər hansısa bir işə görə üzülməyib daha da çalışqan olasınız. İndi sizə tövsiyə edirəm ki, kitablarla inkişaf edək layihəsinə qoşulasınız və kitablarla mütaliə edəsiniz. Gəlin birlikdə kitablarla inkişaf edək layihəsinə qoşulaq.